statistika, baxış bucağı və media şişirtməsi. Nəyə görə bu üç ünsürü sadaladığımı açıqlamağa çalışacağam. Yer kürəsində müxtəlif zamanlarda və məkanlarda baş verən bəzi hadisələr bəzən qeyri-normal və anormal kimi qəbul edilə bilir və hadisəyə müxtəlif yozmalar verilir. Məsələn, Misir piramidalarının tikilişi uzun illərdən bəri sir kimi qalsa da, artıq biz onların sirrini, yəni bu möhtəşəm memarlıq abidələrinin sirrini demək olar ki, tam açmışıq. Yaxud başqa nümunələr çəkək. Qədim Bağdad batariyası, Stonehenge, Moai heykəlləri və s. Bütün bu abidə, struktur və əşyalar sirli, mistik və əsrarəngiz görünür, elə deyil? Sirli quruluşlardan biri olan Bermudus bucağı bütün bunlardan fərqli olaraq təbii strukturdur. Buna görə də daha çox diqqət cəlb edir. Mifik yanaşmalara görə burada fərqli ölçülərə asılan portallar, yad planetli düşərgələri və yaxud qədim Atlantida sivilizasiyasının izləri mövcuddur. Ancaq bunların heç birinin dəqiq, aşkar və elmi sübutu müəyyən olunmamışdır. Əksinə, elmi çərçivədə bir çox ciddi əsası olan və faktlarla sübuta yetirilmiş izahlar və nəzəriyyələr mövcuddur. Ən ciddi izah və nəzəriyyələr aşağıdakılardır. 1. Gulf Stream axını. Orta məktəb bilikləriniz ən azından orta səviyyədədirsə, deməli bu axın barədə məlumatlısınız. Gulf Stream ən güclü okean axınlarından biridir. Belə ki, bu səbəbdən itmiş yaxud qəzaya uğramış gəmiləri oradan izi tozu olmadan uzaqlaşdırır, axtarış və xilas etmə işlərini çətinləşdirir. Beləliklə, bir çox yoxa çıxmanın səbəbi bununla izah olunur. İzahat 2. Qəfil və güclü tufanlar. Karib dənizi və Atlantik arasında yerləşən bu bölgədə ani formalaşan mini tufanlar, Rogue Waves adlı 30 metrəlik dalğalar və göydən dənizə enən su sütunları mövcuddur. İzahat 3. Metan hidrat nəzəriyyəsi. Dənizin dibindəki metan buz kütlələri qızanda qaz buraxa bilir və bu qaz suyun sıxlığını azaldır deyə gəmilər sanki boşluğa düşür və batır. Düzdür, bu nəzəriyyə hələ tam təsdiq olunmuyor, amma real fiziki əsasları var. İzahat 4. İnsan və naviqasiya səhvləri. Xüsusilə 1940-1970-ci illərdə zəif aviasiya texnologiyası, təcrübəsiz pilotlar, kompas maqnitində kənara çıxmalar, təyyarələrin itməsində xüsusi rol oynayır. Amma rəsmi statistika bizə deyir ki, bu bölgə digər okean bölgələrindən heç də daha təhlükəli deyil. Sadəcə olaraq çox istifadə olunan dəniz və aviasiya marşrutu olduğuna görə hadisələr daha çox diqqət mərkəzindədir. Nəticə, sir var, amma hadisələrin bir çoxunun izahı var. Bir qismi isə hələlik tam aydın deyil.